Uzun zaman sonra yenidən video çəkmək sevindirir. Dərslər, sərbəst işlər, kollekviyumlar, kurslar və bu kimi səbəblərdən kanalı bir müddət ara vermişdim. Amma ən əsas yaşanan bir şey daha var idi. Başım Sonya'ya qarışmışdı. Əslində bu videonu daha tez vaxta çəkib qutaracaqdım, ancaq dalbadal aldığım Sony oyunları və emulatorlar səbəbilə dolu oyun ayı keçirdim. Ekranda da gördüyünüz oyunlar mənim bu ay ərzində oynadığım oyunlar idi. Hələ bununla da doya bilməyib PlayStation 2, 3, Xenia emulatorları yüklədim. Orada da Uncharted 1, God of War'lar, Gears of War oynadım. Və ən sonda da artıq yarım qalan işim olan videonu tamamlamaq idi. Və soruşa bilərsiniz ki, madəm bunları oynadın, bunlardan niyə icmal gəlmir? Çünki çətindir. Adi bundan öncəki videom olan Brutal Legend icmalında nə qədər çətinlik çəkdiyimi bilirəm. Red Dead Redemption 2, God of War kimi böyük oyunları çəkməyim üçün əvvəlcə kiçiklərini icmal etməliyəm ki, get-gedə mənim üçün daha da asanlaşsın. Məsələn, Portal videosuna qayıtsaq əgər, videonun sonunda montaja 3 gün əlləşdiyimdən və nə qədər yorucu olduğundan danışıram. Onu da deyim ki, video çəkmək həqiqətən çətin bir proses imiş. Belə bir qısa oyuna mənim 3 günüm getdisə, artıq o bir oyunlara düşünmək belə istəmirəm. Ancaq indi Portal videosunu daha tez zamanda qutara bilərəm. Çünki getdikcə təcrübəm artır və daha rahat montaj etməyi bacarıram. Məsələn, bu dəqiqə əlimə Red Dead Redemption 2-ni ver və videosunu çəkdi. Həyatda düzəldib qırağa çıxarda bilmərəm. Hər şeyə addım-addım sırayla getmək lazımdır. Beləliklə, həm oyunların sırayla necə inkişaf etdiyinə baxır, həm də videoları daha təcrübəli şəkildə hazırlaya bilərəm. Hər nəysə, mövzumuzdan kənara çıxdım biraz. Normalda icmaldan qabaq firmanın tarixindən və düzəltdiyi digər oyunlardan danışıram. Amma bu dəfə buna ehtiyac yoxdur. Çünki hekayə Yunan mifologiyasından gələn Olympusda başlayır. Bura tanrılar, qəhrəmanlar və Kratos'un yaşadığı bir dünyadır. Oyunun məşhur giriş sinematiyindən sonra gəmidə ölü əskərlər peyda olur və ətrafımızı sarır. Ancaq qarşılarında kimin olduğunu bilmirlər. Thank the gods you came back for me! I didn't come back for you. You again? Kaos bıçaqlarını əlimizə alırıq və oyunun ilk döyüş mexanikası ilə tanış oluruq. God of War tətmin baxımından oyunçulara vəhşiliyin pik həddini yaşadır. Ağır və yüngül vuruşları kombolayaraq ortaya epik səhnələr çıxartmaq olur. Düşmənləri öldürdükdən sonra onlardan gələn qırmızı orbular da vacibdir. Oyundakı qırmızı orbular Kratos'un silahları və qazandığı gücləri inkişaf etdirmək üçün istifadə olunur. Bunları düşmənləri öldürərək də qazana bilərsiniz, qıraqda gizlənmiş sandıqlardan da ala bilərsiniz. Və bir şeydən daha, onu burada demeyim. Geriyə qalan yaşıl orbular cana, göy orbular isə özəl sehir gücünü artırmağa yarayır. Və hər bir bacarığı işlətdikcə azalması fərqli işləyir. Məsələn, Poseidon's Rage bir çəmbər formasında ətrafdakı düşmənlərə ildırım gücü ilə çarpır, xəsarət verir. Army of Hades yer altından ruhlar çağıraraq hücum edir. Bu oyundakı ən sevdiyim gücdür. Həm ruhların, həm də bizim hücumumuzla düşmənlərə xəsarət vermək təmin hissini artırır. Zeus Fury. Bu, uzaqdakı əlimiz çatmayan düşmənlər üçün vacibdir və digər bacarıqlara baxanda daha az sehir gücü aparır. Medusa's Gaze isə düşmənləri daşa çevirir və onları 1-2 vuruşda sındırmaq mümkündür. Daha ağır düşmənlər üçün effektivlidir. Sadaladığım bu bacarıqları oyunun irəliləyən qismlərində açırsınız. Hər birinin döyüşdə rolu vacibdir. Amma mənim ən çox istifadə elədiyim Poseidon's Rage bir də Army of Hades idi. Bu bacarıqları oyunun sonuna kimi demək olar tam full səviyyəyə çatdıra bilərsiniz. Amma dediyim qırmızı orbuları toplamalısınız. Yoxsa nəinki bacarıqlar, silahlarınız da inkişaf etməyəcək. Mən demək olar hamısını maksimuma çatdırmışdım. Ondan da əlavə oyunda qazandığımız Rage of the Gods rejimi də var. Bunu God of War 2018 və Ragnarok'dakı Spartan Rage kimi düşünə bilərsiniz. Ancaq buradakı rejimin müddəti qısadır. Düşmənlərə məğlub edərək bu rejimi doldura bilirsiniz və müddəti bitənə qədər də ən güclü səviyyədə düşmənləri məhv edirsiniz. Rejim açıldığı zamanda düşmənlərdən gələn zərbələr sizə xəsarət etirməz. Xaosun bıçaqları və ya daha epik adıyla Blades of Chaos. Girişdən insanın içini rahatlatan o savurma vuruşu, ağır vuruşda düşməni havaya qaldırmaq, sonra özümüz də havaya qalxaraq düşmənə hücum eləmək, hər nə vaxt savurduğumuzda bıçaqların düşmənə çatmağı, zəif düşmənləri tutduğumuzda ağır hücumla onları ikiyə bölmək. Bu silahla bağlı hər şey əladır. Silahın 5 səviyyəsi var.
Açdığımız hər səviyyədə bıçaqların güc səviyyəsi artır və yeni kombolar açılır. Bu kombolarla düşmənləri dayanmadan ardı-ardına zərbələr endirə bilirik. Əgər God of War seriyasını oynamısınızsa, o zaman bilirsiniz ki, hər bir God of War oyununda Kaosun bıçaqlarından əlavə bir silah daha olur. Bu oyunumuzdakı ikinci silah isə Blade of Artemis'tir. Bu silah Kaosun bıçaqlarına nəzərən ağırdır, amma düşmənlərə qarşı daha ağır xəsarətlər verir. Blade of Artemis'də də səviyyələr ayrılmışdır. Hər səviyyəni artırdıqca daha oturaqlı vuruşlar, verilən zərər və havadan vuruş açılır. Quick Time eventdən danışsaq əgər. Demək olar ki, hər düşmənin finisherını Quick Time eventlərlə edirik. Biraz güclü düşmənlərdə bir problem yaratmasa da, güclü, ağır düşmənlərdə, mini bosslarda finisherları edərkən diqqət yetirməlisiniz. Ekranda çıxan bir düyməni belə qaçırsaz və ya səhvinə bassaz, bir də təzədən o kombinasiyanı yığmalısınız. Yenə canı tam aparmayanda yaxşıdır. O ki, səhvi bir neçə dəfədən artıq elədiniz və öldünüz, o zaman döyüşə təzədən başlayır. Sağ olsun RPCS 2 emulatoru sayəsində istədiyim yerdə, istədiyim anda save eləyə bilirəm. Bu həm oynanışımı sürətləndirir, həm də daha az əsəb olmağıma kömək edir. Puzzle qismləri isə fərqli və bir o qədər də maraqlı qurulub. Çətin deyillər, amma sxemini gözəl qurublar. Ən çox bəyəndiyim və yadımda qalan daşlı puzzle'lar idi. God of War'da sevdiyim bir şey varsa puzzle'larla əlaqəli, o da bunu sadə bir şəkildə qabağımıza qoymamasıdır. Məsələn, dediyim bu daşları ən birinci gördüyümdə yuxarıda da bir yer gördüm. Aralarından birinin üzərinə çıxdım və bir də gördüm sandıq var imiş. Burada da bəzi daşların səhv durduğunu gördüm. Onları çevirmək üçünsə ortadakı sxemanın üzərinə gətirdim və qolu qaldırıb onun yönünü dəyişdim. Ondan sonra da başladım hamısını uyğun şəkildə düzməyə. İndi nə deməyə çalışıram? Oyun mənə bu daşları göstərib deyə bilərdi ki, sadəcə daşları düzgün şəkildə ora düz. Bu yenə bir puzzle olurdu, amma sadə bir puzzle olacaqdı mənə görə. Çünki fikir versəz mən daşlar sayəsində çıxıb yuxarıdakı sandığı açdım. Sonrasında onları sadəcə düzməyə yox, aralarında səhv tərəfə dönmüş olanları da düzəltdim, elə düzməyə başladım. Bunlar puzzle daha zəngin elementə çevirir və yadda qalan eləyir. Bütün God of War'larda da bu dəyişmir. Platformalar isə əsəb verirdilər bəzən. Hələ bu dönəm bıçaqlı yerdən dırmaşıb yuxarı çıxmalı olduğumuz sxema. Ondan da betəri olan bu platform. Bir yerdən bir insan nə qədər düşə bilər də. Yaxşı ki, save sistemi var idi, onunla tez bazar keçdim. Ona görə də yaşasın RPCS 2 emulatoru. Bu da lap sponsor kimi oldu. Bu arada dediyim bu əsəb verən yerlər o qədər də çətin deyil. Sadəcə mənim hövsələm çatmır artıq belə platformalara. Fikir verirsinizsə səhərdən oynanışdan, platforma qismlərindən, puzzle'lardan danışıram. Ancaq hekayədən heç danışmadım. Normalda girişdə hekayədən danışaram, amma God of War'un girişi heç bir şey açıqlamamağından irəliləyən zamanlarda flashbacklər sayəsində nə baş verdiyini öyrənirik. Burada hekayədən biraz da olsun danışıb marağı qaçırmaq istəmirəm, çünki Kratos'un hekayəsi həqiqətən də maraqlıdır. Hər nə qədər qıraqdan həmişə əsəbi görünsə də, Tanrını, insanı, əşyanı, yer üzündəki heç bir canlını yaşatmasa da, nəyə görə, kimə görə bu hala gəldiyi də maraqlı gəlir oyuncuya. Və bunları da gözəl sinematik səhnələrlə sunur bizə. Bu səhnələr 3 növdə təqdim olunur. 1 sadə oyun içi ara səhnə ilə, 2 yarı animasiya olunmuş ara səhnə ilə, 3 isə CGI ilə hazırlanmış ara səhnələrlə. Bunları oyunun önəmli qismlərində verirlər. God of War'da xoşlamadığım məqamlardan biri də düşməni 3 dəfə yenidən canlandırmasıdır. Canlandırması dediyimdə nəzərdə tutduğum şey nədir? Məsələn, ağır düşmənlər sizə hücum eləyir. Eyni zamanda da qıraqdan zəifləri də sizə ox ataraq sizi zəiflədir. Gedirsiniz ilk olaraq ən məntiqli hərəkət zəifləri həll edirsiniz ki, sizə uzaqdan maneçilik törətməsinlər. Sonra keçirsiniz sizə tərəf gələn ağır düşmənlərlə döyüşməyə. Bir də görürsünüz ki, yenə bir ox gəldi dəydi sizə. Sönürsünüz və eyni düşmənlər yenə həmişəki yerlərindən sizə ox atır. Artıq ağır olanı tam kəsəcəksiniz ki, yenə zəifləri öldürməyi seçirsiniz. Onları kəsdikdən sonra ağırların da işini bitirirsiniz və bir də nə görürsünüz? Ağır düşmənlərdən də yenə biri peyda oldu və zəif oxçulardan da. Baxın, hack and slash oyundur. Mövzusu zaten kəsib biçmək olan bir oyundan niyə buna şikayət eləyirsən deyə soruşa bilərsiniz. Amma bunun 3 dəfə dalbadal olması biraz adamın canını sıxır. Yəni bu təkcə zəiflərdə yox, ağırlarda da ola bilir. Bu da sizə oyundan bezməyinizə, bitməsini arzulamağınıza gətirib çıxarır. Baxın, buradakı məsələ oyunun daha da çətinləşməsi deyil. Eyni düşməni kəsib sonra bir də peyda olub, sonra bir də kəsib bir də peyda olması adamın ürəyinə sıxır. Bunu 3-də eləmək yerinə 2 eləsələr daha yaxşı olardı. 2 dəfəyə gələnlər də var, amma 3 dəfə gələndə də artıq adamın həqiqətən ürəyini sıxır. God of War atmosferi özünə xas gözəlliyi ilə seçilir. Həqiqətən oyunda olduğumuz yerlərə fikir versək, özənlə detallı hazırlanmış məbədlər, qalalar, saraylar diqqəti öz üzərinə çəkir.
Qısa bir şəkildə oyunu təsvir etsəm, epik və yenə də epik olar. Oyunun sonlarına doğru bir döyüşdə bunu daha çox hiss elədim. Final bossundan danışmıram, o da çox yaxşı idi. Bəyəndiyim bir şey varsa, o da dəyişikliklər olmasıdır. İlk başladığımız və davamında hiss elədiyimiz o güc dəyişimi sonda belə hiss olunur. Final döyüşündə belə güc dəyişimi yaşanır və bu da oynanışı daha tazə, daha şəffaf qalmasına kömək eləyir. Amma ondan da öncə yaşanan bir döyüş var idi. Sırf ona görə yenidən girib oynaya bilərəm. Kratosun məşhur soundtracki ilə daha belə mükəmməl olmuşdu həmin o səhnə. Həmin hissədə yaşadığım həyəcan, stres oyunu pik həddə çatdırdı məndə. God of War həqiqətən nadir seriyalardandır ki, oyunların biri də ortalamadan aşağı düşmür. 2018 God of War'dan öncə çıxmış Ascension belə sırf illərdir təkrarlanan oynanış mexanikası səbəbindən bu qədər az bəyənildi. O da ilk və son türkcə dublyaj olunmuş God of War oyunu idi. Bununla da oyuna dublyaj yaraşmadığı sübut olundu məncə. Kratosun o qalın səsinə uyğun neçə səsləndirmən olmasına baxmayaraq Zeki adını seçməkləri başdan aşağı bir səhv idi. Hər nəysə, qısaca bunu deyə bilərəm ki, gedin və God of War'ı oynayın. Bilmirəm da emulyatormu yükləyirsiniz yoxsa PlayStation 2 alırsınız, amma gedin God of War'ı oynayın qardaş. Bugün uzun zaman sonra icmal çəkdim və God of War haqqında fikirlərimi sizlərlə bölüşdüm. Ümidvaram ki, videonu bəyəndiniz. Növbəti icmallarda görüşənədək sağ olun, salamat qalın.